Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün Seymurla mən verilişimizin ikinci bölümünü sizlərə təqdim edirik. Qonağımız, dostumuz Rüstəm Zeynalovdur. Xoş gəlmisən Rüstəm. Xoş gördük Tural. Mən Rüstəm Zeynalov. Bütün izləyicilərimizi salamlayıram. Rüstəm, buyur özünü bizə biraz təqdim elə. Yəni sən burada nə işlə məşğulsan, işin nədir, nə edirsən? Mən bir il yarımdır Amerikada Bard College'da təhsil alıram, fortepiano ixtisası üzrə pianoçuyam. Bizim üçün daha geniş, yəni biz məsələn səni tanıyırıq, səni tanımayanlar haqqında, yəni onlar bilsin. 7 yaşımdan musiqi ilə məşğulam, prezident təqaüdçüsü olmuşam, respublika və beynəlxalq müsabiqələr laureatıyam. Artıq 25 ilə yaxındır ki, musiqi ilə məşğul oluram və ölkəmizi hüdudlarından kənarda təmsil etmişəm dəfələrlə festivallarda, tədbirlərdə, yarışmalarda. Maşallah. Rüstəm, sən 7 yaşında pianoya başlayan vaxtda, yəni musiqini sevirdin, yoxsa bu həyatın sənə verdiyi hər hansı bir səbəbi idi ki, yəni musiqi ilə məşğul olmalısan, ya ailə tərəfindən, ya nə bilim taleyində belə bir şey var idi? Belə deyim də, başlama historisini biraz danışım ki, 7 yaşımda olarkən adətən yayda, yay tətilinə rayona gedirdik biz ailəlikcə və orada qohumlarım köhnə pianino var idi evimizdə. Evdə pianoda mahnılar çalıb oxuyurdular və mən də kənardan durub baxırdım həmişə və həmin yayda da anama dedim ki, mən də istəyirəm piano çalmağı öyrənmək və mama da həmin ilin sentyabrında məni 4 saylı uşaq musiqi məktəbinə apardı və təbii ki, ilk yoxlanışdan keçdim, duyum qabiliyyətimi yoxladılar və tam duyum qabiliyyətinin olduğunu aşkara çıxarandan sonra məndə bir istedad tapdılar və yəni valideynlərimə dedilər ki, bu uşağın musiqi ilə məşğul olması lazımdır, gələcəyi parlaq ola bilər və belə də mənim öz seçimimlə musiqi yolum başlandı. Klasik sual var da, ilk hətta məktəbdən də belə öncə ilk ifa elədiyin hansı belə deyim musiqi olub. Məndə misal üçün indi mən də musiqiçi olaraq düzü sənin qədər peşəkar deyiləm, amma birinci ifa elədiyim pianoda şey olub, Kuznechik, Klavesi yox, Kuznechik, sonradan nə cüzələrim falan. Səndə bəs hansı yadında qalmır? Məndə yadıma gəlmir, amma yadıma gələn Jili Ubabusi, bəli, Nikolayev kitabından, yəni oradan başlamışdıq və o daha mürəkkəb. Yəni bir lap ilk şey ifa üçün məncə yox. Məncə o idi, amma dəqiq bilmirəm. Yəni yadımdan çıxıb artıq uzun illər keçib deyə. Bəs Rüstəm, indi sən çox erkən yaşlarda başlamısan da bu sənətə, musiqiyə. Bu məsələn 7 yaşdan sonra bu müsabiqələr, səhnə çıxışları falan sən hər hansı bu uşaqlığa təsir edir? Məsələn biz uşaq vaxtı indi həyətdə oynayardıq, nə bilim də, yəni özümüzə uyğun oyunlar var idi ki, onlarla məşğul olduq da. Bizim belə bir məsələn sən gördüyün işlərdən olmayıb əsnəyimiz. Sənin öz uşaqlığa təsir edir bu sənətin, yəni bu müsabiqələr, səhnə performansın? Belə deyim, əslinə qalsa 7 yaş pianoçu karyerası üçün orta başlanğıc yaş hesab olunur. Azərbaycanda biraz biz gec musiqiyə gedirik, amma yəni düzün desəm daha erkən istəyərdim gedim hətta ki, bir çox şeyləri daha tez eləməm üçün. Sualın bu biri tərəfinə gəlsək, bəli, bir xeyli yaşa kimi, hardasa 13-14 yaşa kimi mən yəni artıq məşğul olmağa başlayandan sonra anamın da biraz üzərimdə ciddi nəzarəti olandan sonra artıq bunun necə deyərlər, o biri fəsadlarını görməyə başladım ki, oyun saatlarımdan qısıtlanmağa başladı, belə deyək. Yəni o zaman mən uşaq ağlıyla, uşaq beyin düşüncəsi ilə təbii ki, bunu anlamırdım. Bəzən şikayət istəm edirdim ki, yəni cəmaatın uşağı küçədə futbol oynayır, mən isə evdə piano çalmağa məcburam. Amma bunun
ilin sonunda hər dəfə, yəni 2-ci sinifdən mən yarışmalara getməyə başlamışdım və hər dəfə də yarışmalarda yer tutanda və dinləyicinin və ümumiyyətlə Azərbaycan musiqi auditoriyasının, yəni peşəkar musiqi auditoriyasının da mənə qarşı olan isti münasibətini görəndən sonra nəsə içimdə belə bir xoş hisslər oyanmağa başladı ki, xoşlanmağa başladım bu haldan ki, hə, bu mənim xoşuma gəlir. Səhnədə olmaq, səhnədə həmin anı yaşamaq, alqışları eşitmək bu mənə sanki enerji verirdi. Amma bu biri tərəfini anlamırdım. Təbii olaraq bir uşaq kimi şikayətlər eləyirdim. Yəni belə deyək, gündə 5-6 başlanğıcda saatlar məcbur piano saatlarım idi, piano arxasında olacaq saatlarım idi ki, onu bitirməsəm, məsələn, həyətə düşmək saatımdan biraz yubanırdım. Bununla paralel olaraq orta məktəbdə mən 72 saylı Riyaziyyat liseyində oxuyurdum o zamanlar. Həm də məktəb dərslərimin də olması və mənim həm dərslərdə də əlaçı idim. Yəni orta məktəbdə də mən əlaçı oxuyurdum və onlar da üstünə gələndə biraz çətin idi ki, indi mənə artıq belə olmalıymış kimi görünür. O zaman biraz bəzi şeyləri anlamırdım. O uşaqlığa gedib də nəyisə bir balaca dəyişmək kimi bir imkanın olsaydı, nəsə dəyişərdin, yoxsa elə olduğu kimi də saxlayardın? Musiqi karyeramdansa sual, bəli, biraz daha ciddi yanaşa bilərdim, biraz daha az dirənc göstərmək istəyərdim. Yəni o zaman yenə də deyirəm, anlamadığımdan biraz çox dirənc göstərirdim və valideynlərimin də yəni əsəb keçirirdilər bəzən, görürdülər ki, yəni məndə istedad var, amma bunu özüm anlamıram deyə. Ona görə biraz yəni bu mövzuda biraz mənəvi, biraz bəzən yəni pis his keçirirəm ki, bunu eləməyə də bilərdim. Amma yargılamıram özümü və heç kim də məni heç vaxt valideynlərimdən bu barədə yargılamayıb. Normal olaraq hər bir uşağın eləyəcəyi hərəkətlərdir. Ustam, indi ailənlə yaşırsan burada, yoxsa Azərbaycanda tək özünsən, yəni ailədən? Amerikada hal-hazırda bacımla yaşayıram. Bacım da musiqiçidir, pianoçudur. O məndən 3 il öncə bura qəbul olub gəlib. Hal-hazırda Boston Universitetinin doktor diqrisində təhsil alır. Elə bura gəlməyimin də bir səbəbkarlarından biri bacımın məsləhəti oldu ki, mən yəni Bakıda artıq 2 ali təhsil alandan sonra Sankt-Peterburq və Moskva dövlət konservatoriyalarını bitirəndən sonra ki, hərbi xidmətimi də çəkdim və sonra kontrakt üzrə dövlət proqramı ilə oxumuşdum da. Mən kontrakt üzrə ölkədə işləməyə başladım, fəaliyyət göstərməyə başladım ki, bacım məsləhət gördü ki, bura gəlməni tövsiyə eləyərəm və gəlib burada daha geniş auditoriyaya özünü tanıda bilərsən. Mən də bu məsləhətə qulaq asdım və gəldim bura. Xoş gəlmişsən. Çox sağ olun. Necədir? Bu verdiyin qərar müsbət tərəfini görə bilirsən? Bəli, tam olaraq qərarımın doğru verdiyini düşünürəm. Doğru qərar verdiyimi düşünürəm ki, fərqi də hiss olunur. Yəni öz hissiyatımda, öz mənəvi halımda hiss edirəm fərqi. Ustam, bəs burada Azərbaycan toyaları olur da, yəni görürük, gelirik, iştirak edirik də. İndi mən bir dəfə görmüşəm səni bizim tədbirlərdə. Sən Azərbaycan toyalarında iştirak edirsən, yəni çağırırlar səni bir musiqi sənəti ilə bağlı. Okay. Belə deyim, mənim yəni seçdiyim musiqi janrı klassik musiqi janrıdır ki, mən də həmişə ömrüm boyu bu janra fokus olmuşam və bu janr üzrə mütəxəssisləşmişəm və mütəxəssis olmağa da davam edirəm, hələ də öyrənirəm. Mən heç vaxt həyatımda toy tədbirlərində, hansısa bir bu növ tədbirlərdə pianoçu kimi çıxış eləməmişəm. Dəvət almışam, bəli, amma mənim bir fəlsəfəm var ki, özümə uyğun ki, yaxşı bilmədiyin şeyi götürməmək, yəni eləməmək. Nəyisə eləyirsənsə, dərindən bilib eləməlisən. Eləyə bilmirsənsə, üstdən köndələn eləmək mənim prinsiplərimə uyğun deyil deyə adətən belə tədbirlərə dəvət alanda mən imtina edirdim. Amma
yəni təbii ki olub çıxışlarım, amma məsələn o alanın özünün də peşəkar ifaçıları var, müğənniləri var, yəni instrumentalistləri var ki, onlar da yəni o işləri gözəl görə bilirlər. Amma mən öz toyumda, yəni şəxsən öz şəxsi fikrimdir ki, Bəli. öz toyum olduğunda, yəni səni dəvət edib də girişdə, yəni tədbir başlamamışdım. 1 saat, 1 saat, həm 2 saat belə sənin orada ifa eləməyi yəni istəyərəm də. Belə bir şey düşünmüşəm. Böyük zövqlə. Qoyundan bunun sözünü alım, sonra yəni Okay. Okay. Bu yəni bu videonu sənə təzədən göndərib ki, yəni bax da. Bunu bir şəkildə paylaşacağam. Okay. Bəs Müslüm, indiki yaşında, yəni bu indiki bu dövründə heç olub ki, yəni bezəsən, nə bilim, yəni bəlkə də bu mənim yolum deyil, yəni mənim sənətim deyil, yəni bu istəmirəm kimi bir fikirlər gəlib, yoxsa yəni sadəcə də sevərək davam edirsən? Təbii ki olub, çünki çox olub özdə, bir dəfə olmayıb, 2 dəfə olmayıb və yəni bir neçə dəfə olub və hətta belə bir məlumatla paylaşım ki, mən Peterburg konservatoriyasını bitirərkən, yəni son dövlət imtahanından əvvəl mən niyəsə bilmirəm, heç imtahan vermək istəmədim və valideynlərimə zəng edib dedim ki, mən imtahan verməyəcəm. Mən ümumiyyətlə bu işi atmaq istəyirəm, mən yolumu dəyişmək istəyirəm və belə bir hadisələr çox olub. Təbii ki, onların dəstəyi, anamın, atamın, bacımın və müəllimlərimin, musiqi həmkarlarımın dəstəyi, mənə inamı yenə də məni bura qaytarıb ki, bəzən bu özgüvənsizlik olur musiqiçilərdə, bəzən bu hallara, depressiv hallara düşmək sənət adamlarında, yəni art insanlarda olur və bu normaldır. Amma mən həmişə belə bir inanclı insan olaraq deyə bilərəm ki, həmişə mən bir işarələr, sayınlar görmüşəm həyatımda ki, yəni bu mənim missiyamın bu həyatda musiqi ilə bağlı olduğunu aşkara çıxarmışam ki, hətta belə bir maraqlı fakt ki, Laçında hərbi xidmət çəkdiyim, yaşadığım kazarma belə keçmiş musiqi məktəbi olmuşdu. Gedib düşəndə orada fortepianonu gördüm orada və o qəribə bir his keçirdim ki, yəni Allahın işinə bax ki, gəlib mən burada da musiqi ilə bağlı bir yerə düşmüşəm. Yəni musiqiçi kimi yox, sadəcə olaraq musiqiyə aid olan bir yer olub. Yəni ona görə mən yolumdan nə qədər də çıxmağa çalışsam da bu sahədən nəsə məni tutub bura çəkirdi həmişə və mən bu gücə artıq inanıb qəbul edib missiyamın bu olduğunu düşündüm və artıq bu barədə düşünmürəm. Bəs sən deyirsən ki, okey, bunu mən şəxsən mən belə analiz edirəm ki, hal-hazırda dediyin işarələr falan bu daha çox qlobal olaraq səni elə bir sənətdən sənədə qaytarıb. Bəs o ani anlar, impulsiv verdiyin, məsəl alınmır, bu dəqiqə məşq edirsən və yaxud nəsə ifa edirsən, alınmır. O hallarda sənin metodikan nədir? Yəni özünü necə sakitləşdirirsən, özünü necə toparlayırsan yenidən? Bilirsiniz, bu alınmamaq, yəni belə deyim, çox çətin bir peşədir. Yəni kənardan asan gəlir bəzən, yəni insanlara ola bilər asan gəlir ki, nə var, əlini atır orada, 3 dənə klavişi basır, ya çalır, ya skripka çalır, ya başqa bir alət. Amma çox çətindir. Məsələn, bir əsəri ərsəyə gətirib səhnəyə çıxarmaq bəzən 6, 7, 8 ay, 1 il çəkə bilir. Yəni onu cilalayaraq hazır vəziyyətə gətirib, bişirib əsəri tam olaraq keyfiyyətli təqdim eləmək dinləyiciyə. Və bu hazırlanma prosesindəki çətinliklər bəzən adamı yıpradır. Dediyim bayaq səs üzərində iş kimi çox annoying bir şeydir. Yəni bu səsi tapırsan və dərhal da itirirsən. Çünki bunun tavanı yoxdur. Yəni bu maksimumu yoxdur ki, deyim ki, bu mükəmməldir, bundan o tərəfi yoxdur. Bu daim mükəmməlləşməyə doğru gedən bir xəttdir və bu bir gün bir əsəri bir keyfiyyətdə çalanda o demək deyil ki, yəni o mükəmməldir. Ondan da o tərəfini eləmək olar. Və dərinliyə, mən bir dərinliyə gedən adam olaraq, yəni həmişə dərinliyi axtaran adam olaraq, həmişə də bunu qazdıqca daha da girirəm dərinə və bu məni bəzən yıpradıb. Üstəgəl həyatın verdiyi challenge-lar, həyatın verdiyi çətinliklər ki, Azərbaycanda yaşayanda biraz musiqi menecmenti kasatlığından hər şeyi
solistlər, ifaçılar, musiqiçilər özlərinin üstünə düşür. Həm iş, həm səhnə tapmaq, həm o, həm bu və bu boyda yaş artdıqca, yəni təbii ki 18 üstə gəldən sonra, yəni özü öz ayağının üstündə durmalıdır hər bir insan və özü öz qazancını qazanaraq yaşamalıdır. Bu həyati çətinliklər də üzərinə gələndə adam bəzən yıpranır və deyirsən ki, belə deyək, tüpürüb çıxıb getmək kimi bir məsəl kimi olur da. Yəni bezmişəm, istəmirəm bu fight eləyim, yəni bunları qəbul etmək. Təbii ki, uşaq olanda ailənin balansında oluruq, bir çox şeyi görmürük. Hər şey yağ bal kimi gedir. Amma ailənin balansından çıxandan sonra həyatın reallığını görəndə artıq bəzən insan sitem eləyə bilir deyə düşünürəm. Ruslan, bəs bu ölkədə musiqi mühiti sənə nə öyrətdi? Azərbaycandan fərqli olur, bura bir başqa bir ölkədir, özlərinin qaydaları, qanunları, nə bilim, mentalitet tam fərqlidir də. Yəni sən burada bu mühitdə nə öyrəndin musiqi sənəti ilə? Belə deyim, bu sual mənə həmişə verirlər. Bakıdakı musiqiçi həmkarlarım ki, Amerika ilə Azərbaycanın fərqi nədir? Təbii ki, mən ona öz sahəmdə cavab verməyə çalışıram. Hələlik 1 il yarımda Amerikada olan bir musiqiçi olaraq. Fərq yarğı söhbətindədir. Bu da bəlkə bilmirəm, yəni ideologiya məsələsi var ki, bizdə Sovet ideologiyasının, yəni musiqi sferasındakı insanları çox yargıcıdılar və hər şeyə görə bir damcı kobud şəkildə yargılanma prosesi var ki, Amerikada mən ondan qarşılaşmıram 1 il yarım ərzində və bu mənə hətta bir xeyli mənəvi rahatlıq verib və mən daxildən biraz rahatlanmışam. Çünki Bakıda nə qədər də yaxşı ifa sərgiləsən də kimdənsə belə bir sərt yargı gözləmə effekti var və insanı bu daim gərginlikdə saxlayır və bu da bir damcı adama diskomfort, narahatlıq verir və mən bundan həmişə qaçmağa çalışırdım həyatımda. Bu mənə xoş deyildi. Mən mənəvi rahatlıq, sülh və harmoniya axtarırdım. Çünki mən musiqini seçmişəm və musiqidə heç vaxt narahatlıq ola bilməz. Yəni narahatlıq ola bilər, amma yəni belə mövzularda narahatlıq mən qəbul eləmirəm. Və bu baxımdan da Amerika ictimaiyyəti, Amerika cəmiyyəti, musiqi dinləyiciləri çox respectful, çox yəni işinə, əməyinə hörmət qoyandılar. Daha çox belə deyək. Yəni daha az da yargılayırlar. Yəni bu fərq mənim bu dəqiqə gördüyüm daha belə önə çıxan bir amildir ki, bunu da mən artıq 1 il yarımdır, yəni özlərimdə hiss edirəm. Bəs bu fərq deyirsən, belə bir sualım var ki, daha çox texniki deyil, daha çox belə mənəvi tərəfindən yanaşsaq. Yəni Azərbaycanda o misal üçün vurulan o do notu ilə Bostonda və yaxud Amerikada vurulan do notun arasında bir fərq var. Onun mənəvi tərəfində. Və yaxud do major olsun, fərq etmir. Yəni söhbət musiqinin belə deyim, necə eşidirsən, necə duyursan. Çünki xarici faktor da var da, insanın sosium, nə bilim divarlar, hava. Yəni o burada ifa olunan musiqi belə deyək. Eyni musiqi fərqli təsir gücünə sahibdir. Bəli, az öncəki cavabıma yenə də onu biraz da dəyişib verəcəm bu suala. Çünki eyni çıxışı, eyni proqramı mən bu dəqiqə Bakıda ifa eləsəm, daha gərgin olaram. Çünki oradakı insanlar xırda belə deyək, səhvləri, nəyisə bağışlamırlar. Yəni oradakı musiqi cəmiyyəti daha belə kobud deməyək, biraz kəskindilər, bəli. Amma burada sadəcə olaraq insanların, yəni əksəriyyəti konsertə zövq alıb dinləməyə gəlir. İfaçının məsələn, yəni belə deyək, belə Lorildə desəm, ifa zamanı elədiyi texniki səhvləri gedib, yəni onun belə arxasınca bu mövzuda şişirtmirlər. Yəni fokuslandıqları şey, mən gəlmişəm konsertə zövq alım. Bu hansısa bir ifaçı çıxıb əziyyətlə bu proqramı hazırlayıb və mən onun əziyyətinə dəyər verməyə gəlmişəm, zövq alma.
bəyənməyə bilər, bəli, bu artıq zövq məsələsidir, amma bunu sərt şəkildə ifadə eləmirlər. Amma mən yenə deyirəm, eyni proqramı burada çalsam, yaxud Avropanın başqa bir ölkəsində çalsam, daha bu dəqiqə rahat olaram. Yəni ifa zamanı özümü rahat hiss edərəm. Bu mənim şəxsi fikrimdir. Bu, yəni bəlkə başqa insanlar razı olmaya bilər. Yəni judgment məsələsinə qalanda, yargı məsələsinə qalanda mən biraz həssas davranıram, çünki olmalı deyil deyə düşünürəm bu şey. Amma yəni sizin sualınıza da belə cavab verim. Fərq budur ki, rahatlıq hissi var, komfort ifa zamanı ki, Azərbaycanda maksimum özünü sıxıb, maksimum çalışıb mükəmməlliyə yaxın bir ifa eləməlisən ki də, yəni bu məcbur edirlər səni buna. Amma burada o məcburiyyət yoxdur. İnsansan, səhv eləyə bilərsən fəlsəfəsidir. Səhv dediyim təkcə texniki fals səhvlərdən getmir. Musiqinin, yəni phrase məsələsi də buna daxil. Mən bəzən məsələn bir çətinlik görəndə, yəni hər hansı bir hadisə baş verəndə, yəni Azərbaycan aram, vətən hissi çəkir də, istəyirəm ki, məsələn buradakı işlərimi bitirim. Yəni qayıdım öz vətənə də. Sən məsələn bizdən də gəncsən və burada da oxuyursan, təhsil alırsan və sənətin də tam başqa bir form davam edir. Sən məsələn elə bir hər hansı bir hiss olub ki, yəni ki, düşünəsən ki, artıq mən qayıdacağam vətənə, Azərbaycanda olacağam, mənim ailəm, sevdiyim insanlarla bərabər yaşayacağam da. Bu mənə çox maraqlıdır, çünki ətrafımda olan insanlardan həmişə soruşuram ki, bu görəsən tək məndədirmi belə bir, yəni hisslər ki, yəni bəzən düşünürəm ki, yəni bəlli bir yaşdan sonra qayıdacağam da, yəni Azərbaycana. Səndə belə bir hisslər yaranır? Yaranıb, qısa müddətli yaranıb. O da, onu da düşünürəm. Mən ölkədən kənar qalmağı öyrənmişəm. Mən 7 il Rusiyada təhsil alanda, demək olar ki, ölkə 1 aylıq gəlirdim ildə. Yəni, belə deyim, təbii ki, darıxdığım şəxslər mənim doğmalarım, valideynim, anam, atam və darıq dostlarım var orada. Bəli, bəzən təbii ki, mən Azərbaycanda doğulmuşam, o torpaq mənim doğma torpağımdır. Mən dünyanın harasında da yaşasam, adama, yəni doğma yer çəkir maqnit kimi. Bəzən gəlir, amma sizin dediyiniz dərəcədə deyil. Yəni açıq deyim, o dərəcədə məni çəkmir ki, ora gedim, misal üçün orada yaşayım, misal üçün də yəni qayıdım məsələsində mən fokuslanmışam ki, mən öz musiqi peşəmlə daha çox dünya auditoriyasına çıxım, daha çox mədəniyyətlərlə qaynayıb qarışım və daha çox insanlara Azərbaycan piano məktəbinin bir nümayəndəsi olaraq təqdim edeyim. Çünki mən harada getsəm, məni Rüstəm Zeynalovdan çox Pianist from Azerbaijan kimi tanıyıblar indiyə kimi. Amma mən belə baxdım ki, sən istəmirsən də gedəsən, bu bizim özümüzün Xəncəli olsun, dolması olsun. Yəni ən həssas yerlərdir də bu dəqiqə. Bu mövzuda bunlar həmişə yeyəsən də. Burada olmur da həmişə. Yenə də sağ olsunlar Azərbaycanlı həmyerlərim harda da, yerin harasında da olsa, yəni belə yeməkləri bişirən bir məkanlar var və yenə də mən bu mövzuda deyərdim ki, təbii ki, adam bəzən yəni çəkir, adamı istəyirsən ki, evində oturub çayını içəsən, çörəyini yeyəsən. Yəni amma mən o barədə daha rahatam və mənim yəni o tədirginliklərim olmayıb. Bəlkə də bilmirəm artıq bu periodu keçmişəm mənim artıq o yaşımda. Yəni bəzən gənc yaşda, daha gənc yaşlarda insanlar darıxmaq hissini daha çox keçirir. Mən artıq daha bu ötərisindən keçmişəm deyə düşünürəm. Yəni bu məni yəni çox çəkmir. Sən də darıxanda bəs daha çox ifa etməyə üstünlük verirsən, yoxsa dinləməyə, musiqiyə? Darıxanda o darıxmağın belə deyək, söhbətə üstünlük. Hə, yəni yox, heç o, yəni sırf musiqidən söhbət gedirsə də, yəni mənim misal üçün ilk elədiyim şeylərdən biri ya yəni musiqi dinləmək olacaq ya da ifa etmək olacaq. Bu məndə mixdir. Daha çox dinləyəcəm yəqin, çünki orada biraz pasif olub, yəni məlumat almış olursan və o fikirlərinə qarışıb daha çox dərinliklərə gedə bilirsən. Və sən misal üçün darıxanda dinləməyə mi üstünlük verirsən sırf musiqi mövzusunda, yoxsa dinləməyə? Mən də dinləməyə üstünlük verirəm. Çünki zaten bütün vaxtım ifa ilə keçir. Yəni ifa ilə bağlı işlərdə oluram. Yəni ona görə bəzən
bu işin görən adamı kimi bəzən bunu kənardan bir dinləyib, kənardan bəzi şeyləri hiss eləmək istəyir adam. Yəni özü anda yox, yəni həmin anı yaşamaq onsuz da hər dəfə yaşayırıq və bu hər dəfə enerji ehtiyatını biz veririk, bədənin enerji ehtiyatını bu ana veririk. Çünki hər dəfə əsər ifa olunanda bütün adam yəni özünü həsr eləyir buna da, doğru dildə desək və bu çox böyük enerji sərfiyatıdır ki, yəni bu işin çətinliklərindən biridir. Yəni sadəcə olaraq fiziki barmaqla deyil, yəni bütün bədən iştirak edir burada, hiss də, emosiya da daxil. Ona görə darıxan zaman, yəni başqa zamanlarda yaxud yol sürdüyüm zaman, maşınla harasa getdiyim zaman, yəni mən ümumiyyətlə boş, hətta evdə olduğum zaman da yəni, dinləməyə üstünlük verirəm. Rüstəm Zeynalov yəni, gənc yaşlarından oxuyur, öyrənir. Yəni bizim məsələn mənim uşaqlarım qədər deyil də, mən yəni bir o qədər də oxumamışam da, yəni öyrənməmişəm də. İndi sən özünü gələcəkdə harda görürsən? Bu müəllim kimi, yoxsa səhnədə tam başqa bir rolda, yəni necə bir özünü görürsən? Bir yaşa kimi, orta yaşlarıma kimi, orta təhsil illərimə kimi solo düşünürdüm ki, solo kamera musiqisi, yəni collaborating musiqiçilərlə duo, trio, kvartet kimi bir fəaliyyət göstərmək ki, bir yaşdan sonra mən belə deyim, Moskva konservatoriyasının aspiranturasında təhsil alarkən və müəllimim, professorum Astrovskinin assistenti kimi və işləyərkən orada o insan mənə musiqidə bu müəllimliyin sevgisini paylaşdı və müəllim kimi fəaliyyətin gözəlliklərini, yəni o çox gözəl bir müəllim insan olub mənə və mən ondan qidalandığım o hisslər, ondan aldığım bütün o hər şey mənə müəllimliyə doğru bir yön dəyişdirmə elədi və mən bunu belə deyək 50-nin 50-yə kimi qərar verdim həyatımdakı. Yəni həm sharing opinion, yəni müəllim deyib bölüşmək, yəni bildiklərimi kiməsə ötürmək ki, faydalansınlar. Zaten mənim həyat prinsipim, məni ailəm də belə yetişdirib ki, həmişə ki, cəmiyyətə faydalı bir övlad deyə yetişdiriblər və bu da mənim yəni missiyam kimi yəni mən özümə seçmişəm ki, bu da mənim missiyamdır. Musiqi sahəsində biliklərimi həm paylaşmaq insanlarla, həm də səhnədə ifamla göstərmək. Yəni ona görə 50-nin 50, yəni bu mövzuda, bu sualda mən həm bir müəllim kimi, yəni həm də ki bir ifaçı kimi həyatıma davam eləməyi həmişə istəmişəm və istəyirəm də. İnşallah biz də sənin uğurlarına baxıb sevinək. Yəni çox istedadlı olduğunu bilirəm. Bir də mən sosial hansısa bir şəbəkədə səninlə bağlı bir paylaşımı görmüşdüm ki, adının qızıl kitaba düşməsi. Bu sənin üçün bir şərəf hissidirmi, yoxsa üzərinə daha da çox yük düşür, yəni daha da ciddi yanaşmağın üçündür? Yəni bu necə bir şeydir? Belə deyim, səhv eləmirəmsə 13 yaşım var idi onda ki, biləndə mənə dedilər, mənim özüm xəbərim yox idi. Həmin il elə Berlində Konsert House-da dirigorumuz Fuad İbrahimovla gözəl çıxışımız olmuşdu və ondan sonra yəni xəbər gəldi ki, adın qızıl kitaba yazılıb və sən prezident təqaüdü alacaqsan. Yəni 13 yaşlı, yəni bir uşaq kimi o anda şərəf hissindən çox məndə daha çox belə bir həyəcan siqnalı yarandı ki, mən artıq prezident təqaüdçüyəm və ölkədə seçilmiş insanların siyasına girirəm, belə deyək, musiqi sahəsində və bu mənim məsuliyyətimi artırır və mən həmişə özümə qarşı çox tələbkar insanam və bundan sonraki hər çıxışıma mən elə ki 100 yox, 150-200%-a daha çox fokuslanmağa başladım ki, yəni artıq mən yəni zəif ifa sərgiləyə bilmərəm. Yəni sərgiləyə bilmərəm. Bu artıq düzgün deyil. İnsanlar yanlış qəbul edərlər ki, yəni sən artıq prezident təqaüdçüsən, sən yəni
yenə də birinci sualınıza qayıtsaq və bu dediyim o expectation, gözlənti və baskının yəni məndə yaratdığı bir şeydir. Amma mən yenə də məsuliyyətli bir insan olaraq məndə daha çox məsuliyyət hissini artırdı və daha doğrusu məsuliyyət hissinə fokuslanmaq ki, mən daha keyfiyyətli, daha yaxşı nəticələr göstərməliyəm. Bu mənim məncə bioqrafiyama baxsaq görərik ki, yəni ondan sonrakı illərdə çox aktiv olaraq həm xarici yarışmalarda Azərbaycanımızı təmsil eləmişəm, ölkəmizi və harada getmişəmsə ancaq yəni yaxşı feedbacklər almışam və nailiyyətlərim, mükafatlarım da bunu təsdiq edə bilər ki, təkcə yarışmalarla deyil, çıxış elədiyim festivallarda, tədbirlərdə, konsertlərdə də həmişə çox təəccüblə ki, sizdə Azərbaycandan da belə musiqiçilər gələ bilərmiş kimi bir təəccüblərində mən də həmişə cavab verirdim ki, bəli, bizim xalqımız istedadlıdır, yəni tanımaya bilər kimsə, amma bizdə çox istedadlı gənclər yetişir. Rüstəm, bəs sən bu qədər xarici ölkələrdə olmusan da, yəni Bəli. xaricə çıxış edəndə mən Azərbaycanlıyam hissi səndə necə təzahür edirdi? Necə bir hissdir, necə yaşantıdır yəni? Gözəl hissdir. Yəni belə deyək, yarışmadırsa, təbii ki, rəqabət bir hissi var ki, yəni qalib olmaq istəyi üstün olur və o anda həm öz şəxsi Rüstəm kimi ki, mən hansısa bir ifaçıya qalib gəlməliyəm kimi bir instinktiv bir his gəlirdi. Həm də ki, mən Azərbaycandan gələn pianistəm kimi bir his gəldi. Bu double, iki tərəfli baskı məndə bir gözəl bir, həm də bu mənə motivasiya verirdi ki, yəni enerji verirdi ki, mən eləməliyəm. O ki, qaldı konsert, festival kimi tədbirlərə, yenə də onda daha rahat təbii ki, amma yəni keyfiyyət uduzmamaq şərtilə yenə də o zaman yəni Rüstəm yox, mən Azərbaycan kimi, yəni daha çox yəni okey Azərbaycanlı bir musiqiçi kimi mən çalışırdım ki, əlimdən gələni edirdim ki, yəni Azərbaycan gözəl fikir oyatsın insanlardakı, yəni Azərbaycandan belə bir musiqiçilər var. Praktikanda bu xarici musiqiçilərlə danışanda, fikir mübadiləsi aparanda, musiqi mövzularını açanda, yəni Azərbaycan musiqisinə bağlı nə kimi bir fikirlər deyirlər, nə kimi bir geri dönüş söyləyirlər yəni? Təbii ki, bu işin gözəl tərəfi odur ki, əlaqə qurulur, insanlarla getdiyimiz tədbirlərdə dünyanın hər tərəfindən olan musiqiçi həmkarlarımla söhbətlər aparırdıq, vaxt keçirirdik bərabər və həmin anda da mən çox maraqlanan insan olaraq ilk mən inisiativanı göstərib, ilk addımı ataraq mən onların kültürü ilə, onların mədəniyyəti ilə maraqlanırdım ki, sizin yerli bəstəkarlar, kimlər var, notlarını mənə zəhmət olmasa atın, ya ifa eləyirsə bir şey çalın, baxım nədir, nə deyil ki, mən də öz repertuarıma qata bilərəm və eyni ilə də mən addımı ataraq Azərbaycan bəstəkarlarını əsərlərindən ifa edərək onlara təqdim edirdim və çox da bu arada bəyənirdilər ki, yəni çox gözəldir və bir neçə mənim hətta master klassda olarkən xaricdə işləyən, çalışan müəllim belə mən Azərbaycan əsəri ifa edərkən məndən notlarını istəmişdi ki, mən də bunu çalmaq istəyirəm. Çox gözəl əsərdir və belə də yəni ölkənin bəstəkarlarını təqdim edirdi. Bacardığım qədər. İndi Azərbaycandan fərqli olaraq Amerikada gedib gəlmək, yəni hər hansı bir məkana gedib gəlmək, yəni uzun yol çəkir də, yəni çox hamısı ara məsafəlidir. Bu uzun yolda ən çox dinlədiyin, yəni hansı musiqiçi ya musiqidir ki, yəni onu dinləyirsən də, həmişə uzun yol çıxanda onu dinləyirsən. Mən məsələn uzun yol çıxanda Nurinin solo konsertini qoşuram, 1 saat yarım, 2 saat Nuri Sərinlə deyəcək. Qoşuram, yəni 2 saat gedir, məsələn, düz Azərbaycan musiqisindən söhbət edirəm. Amma digər yəni playlistdə digər xarici müğənnilər də var, amma sırf Azərbaycana gələn Nuriyə yəni uzun yol qulaq asa bilirəm də, amma bəzi müğənniləri o qədər dinləmək olmur. Sən kimi dinləyirsən bu uzun yolda?
Belə deyim, bu sual da mən öz dostlarımla çox həmişə müzakirə eləmişik. Yəni söhbət əsnasında bura gəlib və mənim verdiyim cavablar bəzən insanlara weird, qəribə gəlib ki, yəni necə ola bilərsən, yəni bunu da dinləyirsən. Mən hər cür janrda hər müğənni dinləyə bilən insanam. Yəni ümumiyyətlə mən belə yuxarıdan aşağı yanaşmamağı çalışıram və yəni belə deyim, hər kəsi əhvalımdan asılı olaraq mən Beethoven də dinləyə bilərəm, əhvalımdan asılı olaraq Aygün Kazımovanı da dinləyirəm, əhvalımdan asılı olaraq Billie Eilish'i də dinləyirəm, yəni Michael Jackson da dinləyirəm. Ona görə o baxır həmin ana olan mənim bədənimin tələbatına, mənim hisslərimə, mənim istəyimə ki, kimi dinləmək istəyirəm, hansı musiqi məni həmin anda əhvalımı qaldırır, yaxud əhvalıma uyğundur və mənə gözəl təsir edir. Yəni ona görə burada konkret fokuslanmış bir tərəf yoxdur ki, mən məhz bunu dinləyirəm, məhz onu dinləyirəm. Baxmayaraq ki, mənim sahəm klassik musiqi tərəfidir. Yəni klassika janrıdır. Sən kim dinləyirsən? Mən Aha. uzaq yol gedəndə texno basıram. Anda texno, yəni yormur. Çünki orada əslində mənə görə bir texno çox əslində monoton səslənə bilər. Amma monotonluğun içində sən beynin artıq başlayır o boşluqları doldurmağa, öz fantaziya və öz notları ora əlavə edirsən və yaxud öz hansısa bir qatqıları elə bilirsən deyənə sənin o monotonluq əslində o ritmika, o dinamika onlar itir və başlayır sənin daxilindəki olan musiqi artıq danışmağa. Bu əlbəttə həmişə texno deyil. Amma yəni hər daim yəni rahatçılıqla texno ola bilər, house ola bilər. Yəni fonda gedəcək bir musiqidir mənə görə. Amma digər janrlar, rock olsun, nə bilim, klassik olsun, caz olsun. Bunları mən artıq musiqi dinləmək istəyirəmsə, yəni artıq musiqinin dərinliklərinə getmək istəyirəmsə, orada bir həzz almaq istəyirəmsə, bir solo partiya eşitmək istəyirəmsə və yaxud barabanların orada xüsusi bir ritmini eşitmək istəyirəmsə, onda digər janrlara daha çox üstünlük tutaram. Amma Nurin söz vermirəm ki, Yox, yəni mən çox dinlədim. Amma əslində sənə belə bir şey deyim, mən Azərbaycanda drum coverlar eləyirdim. Və birinci mahnım elə Nuri sərinləndirici mahnısı olub. Yəni mən onun işinin peşəkarlığından da əlavə, yəni musiqidəki sözləri falan hamısı yəni sırf mənə ki tamamlayır da. Ona görə mən onu yəni yorulmadan dinləyirəm də. Yəni bəzən mənə sual verir ki, Nurini çox sevirsən, deyirəm. Yəni dinləyə biləcəyim bəlkə də tək nadir müğənnilərdəndir ki, dinləyim də onu. Rüstəm, bəs buradakı keçirilən tədbirlərdə hər hansı birsə insan sayı limiti qoyurlar. Məsələn ki, 5 dənə dostun ya ailə üzvün gəlib, məsələn, tədbirində iştirak edə bilər də ödənirsən, bileti ödəniş verirlər, yoxsa elə bir seçimlər olmur? Belə deyim, adətən təbii ki, bütün dünyanın konsert zallarında, burada daxil ailə üzvlərinə həmişə free-dir ticket, yəni bilet pulsuzdur ki, bəzən xahiş edib artırmaq olur o biletin sayını. Amma Amerikada hətta belə bir mədəniyyət var ki, pulsuz olan bir konsertə də donation deyilən bir anlayış var ki, onunla qoyurlar ki, o da bir qatqı olsun. Yeri gəlmişkən, bu da bir fərq var Azərbaycanla bura arasında ki, daha çox bu mövzuda fokuslanıblar ki, ifaçıya motivasiya kimi biraz dəstək olaq və mən bu təşəbbüsü çox dəstəkləyirəm, çox gözəl bir şeydir və financial olaraq ki, burada bəli, hətta free olan konsertlərdə donation kimi bir ya QR kod qoyurlar, ya bir box qoyurlar ki, ora donationları insanlar ödəyilsin. Söz maşınının ikinci buraxılışına baxırdınız, qonağımız Rüstəm Zeynalov. Təşəkkür edirəm bir daha. Növbəti buraxılışımızda görüşənədək. Sağ olun. Hələlik.